Bakıda həbs edilən Sputnik Azərbaycanın icraçı direktoru Igor Kartaviks sərbəst buraxılıb. Bu barədə Putinin köməkçisi Yuri Ushakov məlumat verib. Onun sözlərinə görə Rusiya tərəfi də öz növbəsində Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşı Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi azad edib. Dələduzluqda ittiham olunan Ağayev bir neçə gün əvvəl azadlığa buraxılıb, lakin bu barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, Yuri Ushakovun bəhs etdiyi azad edilən Azərbaycanlı məhz Məmmədəli Ağayev ola bilər. Ushakov bilavasitə Azərbaycanlı həmkarı Hikmət Hacıyevlə əməkdaşlıq edib və qərar Vladimir Putinlə İlham Əliyevin düşənbədə keçiriləcək görüşü ərəfəsində qəbul olunub. Eyni zamanda Sputnik Azərbaycanın baş redaktoru Igor Kartaviksin barəsində seçilmiş həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. O, hazırda Bakıda yaşayır. Bu barədə Rusiya Sevodnya beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov məlumat verib.